AB üstəgəlsin BA bölünsün AB çıxılsın BA bərabərdir 18-də 55 olarsa A-nı tapın. Sadələşdirirəm. Bilirik ki, AB üstü xət deyə bir ədəd verilirsə, üzərində xət varsa bu iki rəqəmli ədəddir və 10A üstəgəl B deməkdir. Yerinə yazıram. 10A üstəgəlinsin B üstəgəl BA da nə olacaq? 10B üstəgəlinsin A. Birinci ədəd onluqdur, ikinci ədəd təklik. Məxrəcdə mənfi var. 10A üstəgəlinsin B çıxılsın. 10B normalda üstəgəl A olmalıdır. Qabaqdakı mənfi işarənin əksinə dəyişir. Ona görə olacaq çıxılsın A bərabərdir 18-də 55. 10A-nın üstünə A gələndə 11A, B-nin üstünə 10B gələndə 11B. Bölünsün 10A-dan A çıxanda 9A, B-dən 10B çıxanda 9B. Bərabərdir 18-də 55. Surətdən 11 ortaq vuruq kimi çıxardıram. A üstəgəl B qalır. Məxrəcdən 9 ortaq vuruq kimi çıxardıram. A çıx B qalır. Bərabərdir 18-də 55. Surətlə surət məxrəclə məxrəc ixtisar edə bilərəm. 11 ilə 55 ixtisar edirəm. 5 qalır. 9 ilə 18 ixtisar edirəm. 2 qalır. Çarpaz şəkildə vursam 2 vurulsun A üstəgəl B bərabərdir 5 vurulsun A çıx B. Niyə çarpaz şəkildə vurdum? 2 ilə 5 qarşılıqlı sadədir. Tənasüb şəklində həll etdim. Bu şəkildə bunları çarpaz vurdum. Daha sonra davam edeyim. Vurub açıram. 2A üstəgəlsin 2B bərabərdir 5A çıx 5B. A-ları bir tərəfə keçirdirəm, B-ləri bir tərəfə. 2B üstəgəlsin 5B bərabərdir 5A çıxılsın 2A. Bərabərliyin digər tərəfinə keçəndə işarələr əksinə dəyişdi. 7B bərabərdir 3A. Bilirik ki, bu şəkildə yazılanda B 3-ə bərabər olur, A 7-yə bərabər olur. Bizdən A-nı istəyirdi. A bərabərdir 7. Doğru cavab C bəndi.